Salam dəyərli dostlar, bugün mən sizlərə dünyanın ən böyük beynəlxalq təşkilatı BMT haqqında məlumat verəcəm. BMT 2-ci Dünya müharibəsindən sonra yaradılmış bir təşkilatdır. 1945-ci ildə yaradılıb, mənzil qərargahı ABŞ-ın New-York şəhəridir. Baş katibi isə Portuqaliyalı Antonio Guterres'dir. BMT-nin ali orqanı Təhlükəsizlik Şurasıdır. Təhlükəsizlik Şurasının 15 üzvündən 5-i daimi, 10 ölkə isə qeyri-daimi üzvlərdir. 5 daimi üzvlərini sayaq. Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Fransa, Rusiya və Çindir. Yerdə qalan 10 qeyri-daimi üzvlər isə 2 illik müddətə seçilirlər. Qeyd edim ki, Azərbaycan Respublikası da 2012-2013-cü illərdə BMT-nin qeyri-daimi üzvü seçilmişdir. Azərbaycan səsvermədə Şərqi Avropa ölkələri qismində iştirak etmişdir və 155 səs toplayaraq qalib gəlmişdir. Eyni zamanda qeyd edim ki, Cənubi Qafqazda və Mərkəzi Asiya ölkələri içərisində ilk dəfə BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilən ilk ölkəsi Azərbaycan Respublikası olmuşdur. BMT-yə hal-hazırda 193 ölkə daxildir. Ən son qoşulan isə Cənubi Sudandır. Qeyd edim ki, BMT-yə aid olmayan dövlətlər də vardır. Məsəl üçün, müşahidəçi qismində iştirak edənlər, bu Romada yerləşən Vatikan şəhəri, yəni Vatikan şəhər dövlətidir, Vatikan dövləti, bir də Fələstin. Bunlar müşahidəçi qismində iştirak edir. Bir də demək olar ki, dünyanın bütün suveren dövlətləri BMT-yə üzvdür. Sadəcə tam müstəqilliyi və tanımaları kifayət etməyən dövlətlər də vardır ki, bunlar BMT-yə üzv deyil. Məsəl üçün, Tayvan. Çin tərəfindən işğal olunub, yəni Çin öz ərazisi kimi belə deyək, iddia edir. Tayvanı BMT-yə üzv deyil. Sonra Şimali Kipr yalnız Türkiyə Respublikası tərəfindən tanınır və belə deyək, BMT-yə üzv deyil. Sonra Gürcüstanda olan Cənubi Osetiya, Cənubi Osetiya və Abxaziya, bunlar bəzi dövlətlər tərəfindən tanınsa da BMT-yə üzv deyil. Onlar artıq özlərini Gürcüstandan ayrıldıqlarını elan edib. Məsəl üçün, Rusiya tərəfindən tanınır, ancaq BMT-yə üzv olmaq üçün kifayət etmir. Sonra Kosovo. Kosovada BMT-yə üzv deyil. 100-dən çox ölkə tərəfindən tanınsa da, o BMT-yə üzv deyil. Qərbi Səhra. Belə deyək, Qərbi Səhra BMT bir neçə dəfə referendum keçirməyə cəhd göstərsə də alınmayıb. Çünki referendum əsas məqsədi burada ya Mərakeşə daxil olun, ya da öz müstəqilliyinizi elan edin deyə bir referendum keçirilməsinə cəhd göstərilib, ancaq deyil və Mərakeş öz əraziləri kimi Qərbi Səhranı iddia edir. Belə, BMT-nin əsas məqsədi isə beynəlxalq sülh və təhlükəsizliyi qorumaq, xalqlar arasında dostluq münasibətlərini inkişaf etdirmək və humanitar əməkdaşlıqdır. İzlədiyiniz üçün təşəkkür edirəm. Gələn videolarda görüşmək ümidi ilə.